Sxemdə verilən primatları birləşdirən ən kiçik taksonu müəyyən edin. Deməli, sxem verilibdir. Primatları birləşdirən ən kiçik taksonu istəyir bizdən. Bilirik ki, parapiteklərdən 3 dənə şaxə veribdir. Orangutan, hippon, driopiteklərə və driopiteklərdə 3 dənə şaxə veribdir. Gorilla, şimpanze, avstralopiteklərə başlanğıc veribdir. Avstralopitekdən də insan yarandığını qeyd ediblər. Yəni, bu faktiki məlumatımızdır. Faktoloji məlumatdır. Burada deməli deyir ki, primatları birləşdirən ən kiçik takson. Təbii ki, bunların birləşməsi üçün bilirik ki, ən kiçiyi soruşur bizdən. Harda birləşirdi primatlar? Dəstəsində birləşər. Ona görə də dəstə olaraq biz bunları qeyd edə bilərik. Yəni, ən kiçik soruşduğu üçün, çünki burada belə deyək ki, insan ayrıca fəsilliyə aiddir. İnsan ayrıca fəsilliyə aid olduğu üçün, yəni insanlar hominidlər fəsiləsinə aid olduğu üçün biz orada fəsilədə birləşdirə bilmərik. Və burada ən kiçik dediyi üçün yenə dəstə olaraq biz bunu qeyd edə bilərik.